Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Ebil Qasimi Muhammedin el Mustafa ve alihi tahirin. Mən də bütün burada cəm olmuş möminlərin təbrikinə qoşuluram və onlar bir növ sözün həqqin artıq əda eləyiblər. Bir növ bizim danışığımız mövzuya gözəlliyi də gətirməsə, min bab ma la yudrəku kulluhu, İnşallah bir kəlmə də biz deyək biiznillah. Muhammed və Ali Muhammedə salavat çəkir. Müsəlman, mömin, əhl-i beyt aşıqı hər hansı bir əməli yerinə yetirəndə özü ilə başqası müqayisə eləməsin. Məsələn, misal götürək bizim bu mübarək toyumuzu. Mən birinci dəfədir belə bir şeylə üzləşirəm və heç təəccüblənmirəm də. Çünki bəyimizi tanıyıram və onun mömin olmasında şəkkim şübhəm də yoxdur. Allah Teala onun vücudunu hifz eləsin biiznillah. Və belə bir toyda iştirak eləmək şəxsən mənim üçün qəribə gəlmədi ki, çünki toy sahibi əziz mömin qardaşlarımızdandır. Möminlə qeyri-möminin hər hansı atdığı bir addıma 2-3 dəqiqəlik nəzərinizi tələb eləyirəm. Əhl-i beyt aşıqı, əhl-i beyt şiyyəsi və qeyrisini müqayisə eləmək fikrim var. Quran-ı Kərimdə Şura surəsinin 20-ci ayəsindədir. Həsəb ma idə la yaxuninin dakirə. Ayə belədir. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Mən kənə yuridu hərsəl əxirə nəzid ləhu fi hərsihi. Ayəni başa düşməzdən qabaq böyük ustadlar belə bir məsləhət görərlər ki, ayədə olan kəlmələrə fikir vermək lazımdır. Yəni, bir cümləni oxumazdan öncə ki, bu cümlədə o cümləni deyən, cümləni inşa edən nə demək istəyir, onu başa düşməzdən öncə gərək şəxs o cümlədə istifadə olunan birinci kəlmələrə baxmalıdır. O kəlmələr təsəvvürdür, təsəvvür də cəm olub təsdiq yaradar. Amma bir nəfər bu təsəvvür mərhələsini keçmədən təsdiqə yetişmək istəsə, o çox çətinliyə məruz qalaq. Biz də Allahın kitabıdır. Allahın kitabında bütün möminlər, bütün müsəlmanlar ehtiyatlı olmalıdır. Ərəb dilidir deyə ərəb dilinə söykənib Quran-ı Kərimdə rəy bildirmək özü qadağandır. Çünki Həzrət Resulullah Muhammed sallallahu aleyhi və aleyhi və səlləmlə gələn mötəbər hədislərdə var, Qur'anı şəxs rəyi ilə təfsir eləsə, əkəbbəhullah, üzü qoyula həmən o şəxs cəhənnəm oduna atılacaq və buna bənzər hədislərimiz də vardır ki, insana Qur'an mövzusunda ehtiyatlı olmağı vacib bilir. O babdan birinci biz nəzər salaq hərs kəlməsinə ki, hərs nə demək? Hərəsə ərəb dilində yeri şumlamağa deyərlər, yerin altını üstünə çevirirsən ki, ora nəsə əkəsən. Ayənin gözəlliyinə diqqət eləyək. Ayədə Allah subhanahu ta'ala buyurur, mən kənə yuridu hərsəl axirə. Kim axirət hərsi istəyər. Hərs, dedik, ərəb dilində bir şeyi şumlamaq. Amma bu ayədə təfsirlərdə, əhl-i beytdən gələn təfsirdə belədir ki, səmərə, bəhər. Bir əməlin sonu, nəticəsi, məhsul. İndi ayəni tərcümə eləyək. Mən kənə yuridu hərsəl axirə. Kim axirət məhsulu istəyirsə, axirət mükafatı istəyirsə,
Görürüz Allah Teala nə müjdə verir. Nəzid ləhu fi hərsihi. Həmən bu əkinəcək, həmən bu mükafat, həmən bu məhsul Allah özü vədə verir ki, nəzid artıracaq. Yəni, istədiyindən də artıq əldə eləyəcəksən. Yəni, əgər hər bir mömin, hətta məsələn bizim anamız adicə evladı üçün yemək bişirəndə o qazanın qapağını Bismillah deyib açıb, Bismillah deyib bağlasa, bu olacaq hərsəl axira. Həm dünyada və həm axirətdə Allah vədə verir ki, nəzid ləhu fi hərsi. Çünki məqsəd axirət istəməkdir. Bu toyda nə pul yazıldı, nə məsələn yuxarı başa keç, aşağı başa keç. Belə bir şeylərin heç biri olmadı. Bu toyun nə aşağı başı oldu, nə yuxarı başı oldu. Hamı bir səviyyədə bəy yanında oturub, sən də bəyin yanında oturmuşsan, handa ki, başqa yerdə bəy uca bir yerdə oturar, başqalarından özün fərqli məqamda görər. Bu haram deyil, bu pis şey də deyil ki, bəy insanların, möminlərin diqqət nöqtəsi altında olsun. Amma bu toyun başqa bir toylardan fərqi ondadır ki, bəy Allaha xatir axirət istəyi olduğuna görə hətta halalı belə özü üçün bir növ, necə deyərlər, bəyənilməz sayır və adi toylarda olan müəyyən məqamları da kənara qoyur. Həmən bu məqam mən kənə yuridu hərsəl axirə babındandır. Və inşallah da ki, bu niyyətdə də bəyimiz qalacaq və Allah da vədə verir ki, nəzid ləhu fi hərsihi. Əldə eləyəcək mükafat Allah Teala deyir, bol, çox olacaq. İndi mövzunun əksi var Qur'an-ı Kərimdə. Mən kənə yuridu hərsəd dünya. Kim dünyanın məhsuluna can atan, bir iş görürsən, istəyirsən ki, həmən bu işivin bəhəri, səməri, məhsuli, nəticəsi olsun dünyaya xatir. Allah Teala deyir, mən səni məhrum eləməyəcəm. Ayədə gözəl bir incəlik var. Rəbbimiz buyurur, nu'tihi minha. Və ərəb dili qardaşlar, bilən qardaşlarımız çox gözəl bilir ki, bu ayədə min lit-təb'id. Bir qismi, məsələn, mən səy göstərirəm hər hansı bir dünya işi üçün, Allah Teala deyir ki, sən oradan istədiyi kamil ala bilməyəcəksən. Bu Quran vədəsidir. Nu'tihi minha. Bir qisim alacaqsan, وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِيبٍ. Və axirətdə də bir şey görməyəcəksən. Deməli, müminin görəcəyi işlə, qeyri-müminin görəcəyi işin fərqi Şura surəsinin 20-ci ayəsindədir. Mümin qürbətən ilallah, axirət, vəcihullah, bunları nəzərdə tutub, adicə bir şəxsə gözəl söz demək fikrində olsa, Allah Teala buyurur ki, o istədiyin alacaq və ondan artığını da verəcəm ona. Amma bir şəxsin məqsədi dünya, qürbətən illallah olsa, onda Allah Teala buyurur ki, sən dünya meyyar qanun qaydasına görə istədiyin qədər əldə eləyə bilməyəcəksən, amma sənə bu dünyada yaşamaq üçün müəyyən qədər veriləcək, amma axirətdə bu iş üçün bir bəhər səmər görməyəcəksən. Allaha and verirəm İzzət Cəlalına xatir. Burada cəm olmuş hər bir mümini Allah Teala mən kənə yuridu hərsəl axirə qismindən qərar versin və mən kənə yuridu hərsəl dünya qismindən uzaq salsın. Allah Teala bizim bu toyumuzu mübarək eləsin və Allah Teala bəyimizin göstərdiyi bu şücaəti biiznillah özü mükafatlandırsın. Muhammed və Ali Muhammed